Salamlayıram sizləri əziz izləyicilər. Şərtiniz mənim Mir Ceyhun Mənsimovdur. B qrupunun son qarşılaşması 4-cü turda sizlərləyik. Görədil komandası ilə BES komandası qarşılaşır. İlk öncə sizə heyətləri açıqlayım. Görədil komandasının kapitanı, qapıcı Daşdəmirov Rəvan, Əzimov Samir, 5 nömrəli oyuncu Zahidzadə Turxan, 11 nömrəli oyuncu Heydərov Anar, 13 nömrəli oyuncu Məmmədov Rəşad, 7 nömrəli oyuncu Heydərov İlqar, 23 nömrəli oyuncu Əliyev Məzahir, Əliyev Mahir, üzr istəyirəm, Mehrəliyev Müşfiq, Zahidzadə Cavid, Həsənov Namiq, Mehdiyev Murad, Qafarlı Neymətdir. Qeyd edim ki, Görədil komandasının bir xalı var və 6-cı yerdədir. Vəziyyətləri heç də yaxşı deyil. Baxaq bu gün nə edəcəklər. İndi isə BES komandasının heyətlərini sizlərə açıqlayıram. Kapitan Bayramov Qoşqar, 10 nömrəli oyuncu Cəfərov Ceyhun, 6 nömrəli oyuncu Şirəliyev Fərahin. Və qol görə bilərdi, az qalmışdı. 5 nömrəli oyuncu Məmişov Səyavuş, 9 nömrəli oyuncu Hüseynov Orxan, 1 nömrəli qapıcı Mürvətov Əlağa, 87 nömrəli oyuncu Kərimov Rəfail, 8 nömrəli oyuncu Sayev Omarxan, 13 nömrəli oyuncu Şərifov Sənan, 7 nömrəli oyuncu Subanov Şahmurad, 2 nömrəli oyuncu İsmailov İbrahim, 4 nömrəli oyuncu Əliyov Fəriddir. Qeyd edək ki, BES komandası heyətləri həqiqətən də çox zəngindir. Bir oyuncu gəlməyib, o da qırmızı kart alan oyuncudur. Növbəti oyunda çox güman Namiqi görəcəyik. Qeyd edim ki, BES komandasının 6 xalı var və 2-ci yerdədir. Vəziyyətləri yaxşıdır. Qrup mərhələsində demək olar ki, play-off'a vəsiqə qazanan komandalardan biridir B qrupunda. Baxaq necə olacaq. Fera irəliləyir, çata bilmədi və out. Görədil komandası topu yerinə yetirdi. Uzun bir pas, top gəlmədi Anara. Top qəbulu. Geriyə oynayır qapıcı Rəvan. Pasını verdi müdafiəçiyə. İrəliləyir, topu itirmədi. Uzun bir pas görürük. Fərahim topu uzaqlaşdırdı. Gözəl pas gəlir Fərahimə, önü boşdur. Nə edəcək? Pas verdi, alınmadı, amma top yenə də ona gəlir. İrəliləyir. Zərbəsi müdafiəçiyə dəyir. Və ikincidən zərbə. Fera pasını verdi. Zərbə! Qapıcı Rəvan gözəl seyv etdi. Zərbə də gözəl idi Fəriddən həqiqətən də. Yerlə pas. Bir daha Fərid. Səhər dəqiq ola bilmir. Çərçivədən yan keçir. Qapıcı Rəvan topu tez yerinə yetirdi. Kapitan Anar baxaq bu nə edəcək. Çox maraqlıdır. Pas gəldi Anara. Anar qapıcı ilə üzbəyizdir. Amma sağ cinaha vursaydı bəlkə də qol görəcəkdik. Qapıdan zərbə və qapıcı topu yerinə yetirəcək. Uzun bir pas görürük. İrəliləyir. 9 nömrəli oyuncudan zərbə, amma Orxan sevindirə bilmir komandasını. Rəvan. Pası dəqiq olmadı. Fərahim. Fera. Gözəl ləqəb yazıb həqiqətən formasına. Anar. Kapitan.
Topun çıxmağına qoymadı, pasını da verdi. İrəliyir. Görədil komandası geriyə oynadı. Müdafiədə paslaşırlar. Uzun bir pas onlara keçmədi. Fərid topu uzaqlaşdırdı. Zərbə gələcək, bəli. Müdafiədə blok gördük. Siyavuş idi blok edən oyuncu. Görədil komandası paslaşır. Bir oyuncusunu keçdi, amma pas keçmədi. Fərahim topu uğurladı. Topu qəbul edə bilmədi, amma uğurladı. 10 nömrəli oyuncu Ceyhun idi, bu qeyd edim. Geriyə pas Fəriddən Fərahimə. Fərahim oyuncularının önə getməyini səsləyir. Ara pası Ceyhun. Ceyhun aldada bilmir və top Görədil komandasındadır. Hələ də hesab açılmayıb. Təhlükəli epizodlar görmüşük. Fərahim uğurladı topu. İrəliyir, amma topu uğurlayır Görədil komandası. İrəliyir. Pasını verdi. Bəli, gözəl pas. Qapıcı Əlağa. Gözəl ayaqla topu uzaqlaşdırır. Anar dəyişiklik istəyir. Topu Görədil komandası yerinə yetirəcək. Geriyə pas. Baxır. Zərbə. Out. Görədil komandası. İrəliyir, amma zərbə dəqiq olmadı. Out. Fərahim geriyə oynayır. Fərid. Fəriddən ara pası keçmədi. Pas da dəqiq olmur. Ceyhun. Nə edəcək? Fərahimə pas. Fərahim İrəliyir. Bir oyuncunu da keçir. Pasını da verdi. Pas dəqiq olmadı. Qeyd edim ki, deyəsən bu Şahmurad idi pası verən oyuncu. Uzun bir pas. Top saxlayır, yox. Bu Orxan idi. Şahmurad hələ oyunda yoxdur. Mahir cinahı dəyişir. Gözəl sıyrıldı. İrəliyir. Pas verəcəkmi? İtələmişdi və cərimə zərbəsi. Təhlükəli oyun var idi. Oyuncu yerdə qalır. Cərimə zərbəsini Görədil komandası yerinə yetirəcək. Baxaq, ev tapşırığı görəcəkmi? Baxır. Pası keçmədi. Topu uğurladılar. Ceyhundan pas. Fərid. Cinahı dəyişmək istədi, amma pas çox sərt alınmışdı. Oyuncuları çata bilmir topa. Görədil komandasındadır. Mahir. Geriyə oynadı. Gözəl pas gördü. Ara pası, amma topu qəbul edə bilmir. Qapıdan zərbə. Əlağa topu yerinə yetirəcək. Dəyişikliklər görürük. S komandasında kapitan Qoşqar qıraqdan tapşırıqlarını verir. Qeyd edək ki, hələ də Qoşqarı biz oyunda görməmişik, amma hər oyun zamanında tapşırıqlarını verir komandaya. Uzun bir pas almışdı. İbrahim çata bilmədi topa. Baxaq 5 komandasının dəyişiklikləri xeyir edəcəkmi komandaya? Qol görəcəkmi? Out. Şahmurad oyundadır artıq. Pasını verdi İbrahim. Pas keçmədi. Müdafiədə gözəl oynadılar. İbrahim irəlilədi. Pasını verdi və müdafiəçidən top çıxır. İkincidən zərbə. İbrahim.
Şahmurad önü boşdu. Pasını verdi. İbrahim irəliyir. Top BES komandasının. Şahmurad. İbrahim. Oğurladılar topu. Mahir irəliyir. Mahir nə edəcək? Pasını verdi. Zərbə dəqiq olmadı. Mahir gözəl sıyrılmışdı amma bitirə bilmir. Əlağa müdafiəçisi ilə oynayır. İbrahim geriyə verir pasını. Şahmurad zərbəsi, toxuluş var idi, 200-dən zərbə. İbrahim baxır. Yerlə pas keçmədi. Uzaqlaşdırır topu. Hesab hələ də 0-0'dır. 12-ci dəqiqədir. Omarxan geri oynayır. Bir də Omarxanla oynadılar. Rafael pasını verdi Şahmurada. Sənanın zərbəsi qüvvətli alınmışdı. Şahmurad zərbəsi dəqiq olmur. İtirazlarını bildirirlər Şahmurada pas vermədiyinə görə. Çox maraqlıdır. 13-cü dəqiqədir, hələ də qol yoxdur. Baxaq necə olacaq bu oyun. Məncə bu oyunda bol qol olmayacaq. Çox az qollar görəcəyik. Dəqiqə də onu göstərir. Amma hələ ki BES komandası üstündür sanki. Topu düzgün yerinə yetirmədi Rafael. Top görədli komandasına gəlir. Birbaşa zərbə, amma qapıcı toxunmasaydı qol salmayacaqdı. İbrahim silahı dəyişdi. Rafael. Rafaelin qüvvətli zərbəsi. Çox təhlükəli idi. Qapıdan zərbə olacaq amma. Qapıdan Rəvan topu yerinə yetirəcək. Uzun bir pas Mahirə. Mahir qəbul edir. Çönür. Hələ də top Mahirdədir. Omarxanı keçmişdi burada. Və yerdə qalan oyuncusu var. Cərimə zərbəsi bildirir. Mahir sərt oynamışdı. Yox. Uzun bir pas. Şahmurad topu gözəl qəbul edir. Amma uğurladılar topu Şahmuraddan. Uzun bir pas Rəvandan Mahirə. Mahir qəbul edir. Pasını verdi. Omarxan pasını verdi. Şahmurad. Şahmurad sanki top düşən kimi önə getmək istəyir, amma öndə oyuncuları yoxdur. Omarxan. Rafael topu götürür Omarxandan. Silahı dəyişdilər. Sənan baxır. Geri oynadı Rafael. Pasını verdi Şahmurad. Pas dəqiq olmamışdı, amma Omarxan da qəbul edə bilmir və out'a gedir top. Rəvan. Ara pası Mahir qəbul edir. Qeyd edək ki, Mahir gözəl oynayır həqiqətən də. Zərbə görəcəyimi dirək. Yoy. Out. BES komandasının az qalmışdı. BES komandası qapısında qol görsün, amma dirək onları qurtarır. Gözəl keçid gördük Rafaeldən. Pasını verdi. Sənan nə edəcək? Blok qoyulur. Sənan
Rafael oynadı. Rafael nə edəcək? Mən də çıxmağa qoyuram. Sola ver. Geriyə oynadılar Omar Khan. Uzun bir pas. Şahmurad topu qəbul edir. Çönə biləcəkmi? Yox. Müdafiə qoymur. Zərbə gördü. Ataka qurulmur. Qapdan zərbə. Rəvan topu yerinə yetirəcək. Topu qəbul edir. İtirməyib. İrəliyir. Pasını da verdi. 2-2-yədir. Yox. Dəqiq ola bilmir. Topu uğurladı. Şahmurad idi bu. Bəli. Gözəl pas İbrahim. Amma itirdi. Hər iki tərəfdə top itkiləri gördük hal-hazırda. Hesab hələ də 0-0'dır. Çox maraqlıdır. Görədi komandası bu gün xal götürsə 6-cı yerdən uzaqlaşacaq. 3 xal onlara mütləq lazımdır. Baxa necə olacaq? Qeyd edək ki, Görədi komandasının bir xalı var. Zərbə qüvvətli alınmamışdı. Əlağa topu uzaqlaşdırır. İbrahim pasını verdi. Yerdə qalır. Sənan idi bəli bu. Rafael topun başındadır. 5 metrə istəyir Fərid Məmmədov tərəfindən. Fərid Məmmədov canlı səddi qurdu. Qapıcı da tapşırıqlarını verir canlı səddə. 2 canlı sədd var Rafaelin önündə. Zərbə! Lekaşet Şahmuraddan az qalmışdı. Lekaşet qol görə bilərdik. Qapıcı topu yerinə yetirdi. Rəvan pasını verdi. Mahir. Mahirdən gözəl uzun pas Anara. Anar. Top çıxıb bəli. Out Bes komandasının. Rafael. Uzun bir pas Rafael'dən. Şahmurad keçə bilmədi. Top İbrahim'də qalır. İbrahim. Bəli İbrahim topu götürdü. Zərbəsini də vurdu amma top Mahirə gəlir. Görədi komandası gözəl oynayır müdafiədə həqiqətən. Gözəl paslaşmalar. Zərbə idimi bu? Yox. Pas idi amma dəqiq olmadı. Rəvan müdafiəçisi ilə oynayır. Uzun bir pas keçmədi. Rafael başla zərbəsi. Sənandan top meydanı tərk edir. Edəcəklər pasını verdi Mahir. Sanki Mahirdən topu ala bilmir oyuncular. Anara pas. Anar başa düşmədi. Sənan. Pası dəqiq olmur. Rəvan. Qeyd edək ki, Görədi komandasında daha qoca oyuncular görürük. Həqiqətən cavanlara qarşı gözəl oynayırlar. Bes komandası time-out götürür. Baxaq, Qoşqar nə tapşırıqlar verəcək komandasına. Time-outdan sonra sizlərləyik. Və time-out bitdi. Hər iki komanda tapşırıqlarını verdi komandasına. Əlağa topu yerinə yetirəcək. Yenə də dəyişikliklər görürük. Fərid, Ferahim oyuna daxil olur. Uzun bir pas, zərbə və Rəvan yerindədir. Ceyhun idi zərbəni vuran oyuncu. 10 nömrəli. Ceyhun baxır. Fəridə pas gəlir. Fəridin birbaşa zərbəsi out. Fəriddən artıq 3-cü dəfədir qüvvətli zərbə görürük. 3 zərbədən yalnız biri qapıya gedib və Rəvanın da gözəl seyvi var idi, qeyd edək onu. İlk dəqiqələrdə idi. Anar topu qəbul elədi, amma Fərid uğurladı topu. Əlağa. 5 nömrəli oyuncusu oyuna daxil olub Pes komandasına. Bu Seyavuşdur. Pasını verdi, Mahir qəbul edə bilmir. Ferahdan pas, Fərid.
Uzun bir pas Siyavuşdan, amma dəqiq olmur. Out Bes komandasının. Ferahim. Yerlə pası verdi Ceyhun. Geriyə pas Fərid. Zərbə idimi bu? Bəli. Qapısının öndə olduğunu görmüşdü sanki Fərid. Amma qapısı toxunmadı topa və qapıdan tərk etdi. Ceyhun topa yetişir. Geriyə pasını verdi. Elvin. Fərid daha doğrusu baxır. Silahı dəyişdi. Siyavuş. Pasını verdi. Ferahim. Ceyhun. Baxır Ceyhun. Açılan oyuncu yoxdur. Ceyhun kimlə oynayacaq? İtirmir. Geriyə çəkilir. Pasını verdi Fəridə. Ferahim. Ara pası keçmədi. Siyavuş pasını verdi, amma topu qəbul edəmədilər. Amma top yenə də Bes komandasına gəlir. Bes komandası gözəl paslaşır. Amma hələ ki qol yoxdur. Ferahim Siyavuşla oynayır. Gözəl pas görürük. Ceyhun nə edəcək? Zərbəsi müdafiədə gözəl oynayır. Tez-tez Bes komandasında dəyişikliklər görürük. Amma nəticə yoxdur hələ ki. Fəridin bir də zərbəsi. 4-cü belə zərbə oldu gəlişinə. Dəqiq olmur. Out. Görədi komandasının. Yerlə pas. Mahir. Silahını dəyişib Mahir. İrəliyir. Pas verəcəkmi? Yox. Fərid qoymadı. O ayağı sürüşdü oyunçunun, amma topu da uzaqlaşdırır. Qapıdan zərbə. Əlağa topu yerinə yetirəcək. Baxır önə. Kimlə oynayacaq? Uzun bir pas Orxana. Orxan nə edəcək? Təzyiqlər var Orxana, amma pasını verdi Ceyhuna. Ceyhundan topu uğurladı kapitan Anar. Mahir 3-1-ədilər, pasını verdi. Nə edəcək? Uca zərbə dəqiq olmur. Nəyi qaçırdır bu oyuncu? 3-1-ə gedirdilər axı. Pas versəydi bəlkə də Anar bitirəcəkdi bunu. Ferahimdən pas. Ceyhun itirmədi, irəliləyir. Anar uğurladı, bəli, Anar. Kapitanın zərbəsi Əlağa yerindədir. Əlağa pasını verdi Siyavuşa. Siyavuşdan pas keçmədi. Uğurladılar. Yerdə qalır Siyavuş, amma heç nə yoxdur. Pas verəcəkmi? Pası və Mahir gol! Görədir komandası 1-0 öndədir. Gözəl keçid gördü və pasını Mahirə verdi. Mahir komandasının ilk golunu vurur. Hesab 1-0'dır. Bes komandası topla nə qədər də oynasa da vura bilmir və Görədir komandası gol vurur Bes komandasının qapısına. Fərid topu yerinə yetirəcək, baxır, heç kim açılmır, etirazını bildirir. Ceyhundan top uğurladılarmı? Bəli. Top Ceyhundan tərk edir meydanı. Qeyd edək ki, 24-cü dəqiqədir. Oyunun bitməyinə 1 dəqiqə qalıb. Qüvvətli zərbə rəvan. Out. Pasını verdi Fərid. Orxanın pası dəqiq olmadı. Tələsmirlər. Pasını verdi Mahir. Mahir baxır. Ara pası gələcəkmi Mahirdən? Bəli. Gözəl pas verdi. Və bir daha pas qapısı ilə özbəyizdi. Müdafiədə gözəl oynayır Ceyhun. Əlağa da topu tutur. Ferahim. Geri oynayır Fərid. Fərid pasını verdi. Yerlə pas. Orxan. Dönə biləcəkmi? Təzyiqlər var Orxana. Siyavuş. Fərid. Pas keçmir. Uğurladılar topu Fəriddən. 2-2 edilər.
Mahirə pas. Artıq 4 nəfər oldular. Önü boşdu. Pas verdi. Ay ay ay. Əlağa da topu uzaqlaşdırır. Out. Zərbə dirəkdən. Qapçı Əlağa gözəl oynayır və yerdə qalır. Zədələndi. Əlağa gözəl oynayır. Seyv etdi. Top dirəyə dəydi və Əlağanın önünə düşdü. Bir daha zərbə gördü və Əlağa qurtardı. Zədələnib. Komandası onu gözləyir. Fərd Məmmədov üstünlüyə verir və top qapçıdadır. Əlağa müdafiəçi ilə oynayır. Və bununla da birinci hissə bitir. Hesabda Görədir komandası 1-0 üstün yollanır ikinci hissəyə. İkinci hissədə sizlərləyik əziz izləyicilər. Hesabda Görədir komandası 1-0 öndədir. Topu Görədir komandası yerinə yetirəcək. Top rəqib komandaya veriləcək bildirirlər. Rafail pasını verir. Şahmurad. Bir daha Rafail. Geri oynayır Omarxan. Rafail. Türmədi pasını verdi. Uzun bir pas. Şahmurad çatacaq mı? Qapçı Rəvan. Gözəl oynayır. Omarxan. Sənan. Cinahı gözəl dəyişir. Rafailin zərbəsi. Qapçı Rəvan gözəl seyv elədi. Pas keçmir. Fərid idi bu. Fərid baxır. Pasını verdi. Toxunuş yoxdur amma top Şahmurada gəlir. Şahmurad top saxlaya bilmir və rəqib komandanın oyuncusu ona mane oldu və qapdan zərbə. Rəvan topu yerinə yetirdi. Pasını verdilər Mahirə. Mahir baxır, tələsmir. Geriyə verdi. Səhv etmirəmsə bu Neymətdir bu oyuncu. Topladı. Cinahı dəyişdi, müdafiəçiyə verir. Gözəl paslaşılar. Topu uğurladılar və out. İbrahim. Geri oynayır Omarxan. Şahmurad. Sönür, baxır. Geriyə verdi pasını Sənan. Sənanın pası keçmir. Altı başlayan qabanda qal. Sənan. Uzun bir pas. Top tora dəyir. Out. Kömək eləməsə, kömək olmuyor. Bir, boşluqda. Rafa iki. Neymət. Baxır. Geriyə oynadı. Geriyə verdi müdafiəçi. Kobud səhv. Bağışlamır. Hesab 1-1 oldu. Müdafiədən kobud səhv. Gol vuran oyuncu İbrahim idi. İbo komandası sevindirir. Qoşqar həqiqətən də qıraqda dayanmır. Tapşırıqlarını verir komanda yoldaşlarına. 1-1 olmaqla Bes komandası sanki motivasiya qazanır. Aha, necə olacaq? Geriyə pas. Uzun bir pas gəldi. Müdafiədə Sənan topu uzaqlaşdırır amma out. Görədir komandasının. Mahir topu yerinə yetirəcək. Geriyə oynadı. Bir daha pas istəyir Mahir. Mahir irəliləyir. Pasını verdi. İtirmədilər. Rəvan. Uzun bir pas keçmədi Sənandan. Top tərk edir meydanı İbrahimdən. Bura bax, kimdir? Qapçı Rəvan. Uzun bir pas.
Topu gözəl qəbul etmişdi, amma arxadan təmas var idi və yerdə qalır Mahir. Tələsdilər, tez başladılar. Zərbə. Out. Bes komandasının. Verdi komandasının oyuncusuna dəymişdi, bəli. Şahmurad. Çıxmayıb. Şahmurad geriyə pasını verir. Sənandan uzun bir pas. Qapçı Rəvan pasını verdi. Pas dəqiq olmur və Bes komandası out qazanır. Sənan ara pası keçmədi. Gördü komandasından pas gəldi, amma dəqiq olmadı. Sənan tələsir. Başladı. İbrahim pasını verdi. Rəfail önə baxır. Gözəl ara pası, amma dəqiq ola bilmir. Gözəl düşünmüşdü. Sənanı görmüşdü orada. Anar da oyuna daxil olur. Müdafiədə gördü Yanarı. Mahir gözəl sıyrılır. İbrahim Rəfailə pasını verir. Rəfaildən uğurlayacaqlarmı? Bəli, müdafiəçi topu uzaqlaşdırır Sənan. Bes komandasında yenə də dəyişikliklər görürük tez-tez. Baxaq, nə olacaq? Həqiqətən də girən oyuncular heç də zəif çıxış etmir. Boşluq vermirlər və hesabı da 1-1 etdilər. Qeyd edim ki, Bes komandası hesabda geridə idi və hesab bərabərləşib artıq. 32-ci dəqiqədir. Anardan toxunuş var idi, amma qapçı ilə üzbəyiz idi. Dəqiq olmadı. İbrahim idi, bəli bu. Az qalmışdı komandasının ikinci qolunu vuracaqdı. Mahir. Pasını verdi mərkəzə. Uca zərbə, qapçı Əylağa topu tuta bilmədi və öz oyuncularla meydanı tərk edir. Out. Mahir top istəyir. Amma pas dəqiq olmadı. Qapıdan zərbə olacaq. Əylağa topu başladı. Şahmuraddan geriyə pas. Zinah dəyişdi. Siyavuş. Uzun bir pas. Orxan zərbəsi dəqiq olmur. Mane olurdu müdafiəçi ona. Mahir. Cərimə, bəli. Rəfaildən sərt oyun gördük. Həqiqətən də Mahir hava toplarını çox gözəl qəbul edir, amma onu itələyirlər. Bəlkə də tənəməsələr o topu saxlayıb çönüb zərbəsini vuracaq. 2 canlı sədd var. Baxaq, ev tapşırığı varmı? Zərbə mi olacaq, pas mı olacaq? Məncə pas görəcəyik. Yox, zərbə və küncdən zərbə. Mahir topu yerinə yetirəcək. Baxır, pasını verdi. Önü boşdur. Qapçı Əylağa ayaqları ilə topu seyv edir. Mahir geriyə pasını verdi. Mərkəzə pas çöndü. Kobud girmişdi Fera. Fərahim. Hesab 1-1'dir. Baxaq, cərimə zərbələri görədi komandasına kömək ola biləcəkmi? Qol görəcəkmi? Topun başında bu səfər Mahir var. Baxaq, necə olacaq? Məncə zərbə gələcək. Bəli, qüvvətli zərbə, amma canlı səthdə deyir. Yenə də out görədi komandasının Anar. Pasını verdi. Top çıxmayıb. Ara pası keçmir, amma top yenə də görədi komandasındadır. Geriyə oynadılar. Qapçıya buraxdı. Qapçıdan uzun bir pas. Topu qəbul edən bir Siyavuş mane oldu. Ferahim pasını verdi. Rəfail. Gözəl pasını verdi. Ceyhun gözlədi sanki. Müdafiəçi də ayaq qoyur. Gücdən zərbə. Yerlə pas. Topu uzaqlaşdırır müdafiəçi Rəfail. Solla zərbəsi. Qoymadı Rəvan. Topu uğurlasınlar.
Müdafiəsi ilə oynayır. Mahir gəlir, gözəl sıyrılır, amma top çıxdı, bəli. Yox, Fərid Məmmədov out yox, cərimə zərbəsi bildirir. İtələnmişdilər. Həqiqətən bu gün Mahirə heç də qoymur BES komandası rahat oyun oynasın. Çünki yaxşı analiz ediblər. Mahir çox gözəl oyunçudur. Həmişə ona yaxın bir oyunçu olur, bağlayırlar onu. Out qazanır yenə Görədil komandası. Kimlə oynayacaq? Pasını verdi. Mahir. Oğurladılar Mahirdən topu. O top yenə də Mahirə gəlir. Mahirin pası dəqiq olmadı. Rahimdən pas. Ceyhun. Ceyhun cinahı dəyişdi və top Rəfailə gəlir. Rəfail sıyrıla bilmədi və top Rəfailin özündən çıxır. Son anda dəydi top ona. Ara məsafəsi istəyir. Mahir. Qapıcı Rəvanla oynadılar. Pas dəqiq olmadı və birbaşa zərbə gördük Ferahimdən, amma dəqiq ola bilmədi. Hər iki komanda tələsir. Hesab 1-1'dir. Heç bir komandaya həqiqətən də bir xal qane etmir. Ona görə də tələsirlər. Artıq 37-ci dəqiqədir. 13 dəqiqə qalıb oyunun bitməyinə. İrəliyir Neymət. Neymətin zərbəsi və gol! Neymətin önü boş idi və bağışlamır BES komandasını. Gözəl zərbə gördük. Qapıcı Əlağa qurtara bilmədi. Hesab 2-1 olur. Şahmurad əsəbləşir, komandasına etiraz bildirir. Siyavuş, kaptan. Rahimdən pas. Fərid. Siyavuş. Pası dəqiq olmur. Anar oğurladı. Mahir. Geri oynayır. Uzun bir pas. Fərid başla zərbə pas verdi. Şahmuradın pası dəqiq olmadı və müdafiəçi də qapıcıya pas verir başla. Əlinə götürmüşdü. Zərbəsi dəqiq olmadı və toxunuş var idi Ferahimə. Outdur. Yox, ikincidən zərbədir. Qeyd edim. Anardan gözəl pas, zərbə. Bir daha Ferahimdən top çıxır. Mahir baxır. Nə edəcək? Qüvvətli zərbə, dəqiq olmadı. Siyavuşdan pas Ferahim. Bir daha Siyavuş. Az qalmışdı. Siyavuşdan topu uğurlayırdılar. Out'u Siyavuş yerinə yetirəcək. Uzun bir pas görəcək. Bəli, Şahmurad. Davam deyir. Heç nə yoxdur. Neymət uğurladı. Pasını da verdi. Amma Siyavuş topa çatır. Şahmuraddan uzun bir pas. Orxana gəlmir. Qapıcı Rəvan. Önə çıxaraq topu qucaqlarına alır. Mahirdən uzun bir pas Anar. Çata bilmədi. Uçan Hollandiyalı idi, qeyd edim, kapitan Anar. Fərid Məmmədov ona elə səsləyir. Şahmurad pasını verdi. Uzun bir pas, Fərid çata bilmədi. Neymət pasını verdi Anara. Kapitan pasını verdi. Yox, tələsdilər. Anar uğurladı və yerdə də qalır. Cərimə zərbəsi. Bəlkə də 6 cərimə penal olsaydı çoxdan Görədil komandası penal qazanmışdı. Amma burada o qayda yoxdur. Azərbaycan Mini Futbol Federasiyasında qaydalar necədirsə, Fərid Məmmədov da Old Cup-da onu keçirdir. Qapıcı ayaqla başlamaq, cərimələr sayılmır. Çox gözəl qaydalardır. Neymət pasını verir, top keçmədi. Siyavuş topu uzaqlaşdırdı. Geriyə bir pas. Tələsmir Görədil komandası hesabda öndədir. Uzun bir pas. Dəqiq olmadı Rəvan. Fərid. Fərid sıyrıla bilmədi, out qazanır. Ferahim.
Pas dəqiq olmadı və out Bes komandasının. Artıq 41-ci dəqiqədir. 9 dəqiqə qalıb. Baxaq hesabı bərabərləşdirə biləcəkmi Bes komandası? İbrahim uca zərbəsi Rəvan. Gözləyirdi bu zərbəni və topu tutur əlinə. Cinah dəyişir Neymətdən. Topu Mahir qəbul edə bilmədi. İbrahim. Geriyə oynadı Ferahim. Sənandan geriyə pas. Yox, bu Fərid idi. Bir daha top Fəridə gəlir. Pasını verdi. Ferahim. Topu oğurladılar İbrahimdən, amma top yenə də öz komandasındadır. Ferahimin ara pası gözəl oldu. Zərbə yox. Gözəl zərbə bir daha gəldi. Rəvandan save görürük. Rəvan əlindən gələni edir. Deyir ki, qol buraxmayacam və komandamın ilk qələbəsini qazanacam. Bir xallarını artıra biləcəklərmi? Topu gözəl qəbul edir Şahmurad. Nə edəcək? Yerdə qalır, heç nə yoxdur. Topu uzaqlaşdırır Neymət. Qapıcı Əlağaya gəlir. Anardan pressing görürük. Pasını verdi Ferahim. Ferahimin pası keçmir. Neymət. Oğurladılar. İbrahim. Nə edəcək? Pasını verdi Ferahim. Şahmurad. Şahmuradın zərbəsi Mahir. Blok qoyur. İbrahim. Nə edəcək? Sıyrıla biləcəkmi? Yox, out qazanır. İbrahim keçə bilmədi. İbrahimdən uzun bir pas. Başda zərbə Siyavuş dəqiq ola bilmədi və out Bes komandasınındır. Siyavuş. İbrahim pasını verir Siyavuş. Uzun bir pas Şahmurada. Şahmurad gözə qəbul edir. Qapıcı Rəvan. Önə çıxaraq topu sinəsi ilə ram edir. Topun çıxmağa qoymadı Əlağa. Ferahimlə oynadı. Ferahim irəliləyir. Pasını verdi. Kapitan Siyavuş. Pas keçmir. Out və cərimə zərbəsi. Siyavuş baxır. Pasını verdi. Geriyə oynadı. Ara pası Fərid. Siyavuş topa çatır. Bir daha pas gəlir. Nə edəcək İbro? İkinci qolunu vura biləcəkmi İbrahim? Qeyd edək ki, bir qol var Bes komandasını və bu qolda İbrahim vurub. Time out. Görədik komandası time out götürür. Time outdan sonra sizlərlə əziz izləyicilər. Time out bitir. Baxaq necə olacaq. Hesab 2-1'dir. Görədil komandası qalibdir. Üstünlük Görədil komandasındadır. Out yerinə yetiriləcək. Görədil komandası. Geriyə oynayır müdafiəçi ilə. Pas dəqiq olmadı, amma topun çıxmağa qoymur Neymət. Topu uzaqlaşdırır. Əlağaya gəlir top. Siyavuşla oynadı kapitan. Baxır. Şahmurada top gəldi. Şahmurad qəbul edir, amma pası dəqiq olmadı, amma top Mahirdən çıxır. Şahmurad baxır. Cinahı dəyişdi. Ferahim irəliləyir. Pasını verdi İbrahim. Çönə biləcəkmi? Bəli, çöndü. Pasını da verdi, amma dəqiq olmadı. Mahir topu oğurladı. Baxır. Önü boşdu. Şahmurad yanındadır. Pasını verdi. Pas istəyir içəriyə doğru, amma Əlağa topu qəbul edir. İbrahim. Pasını verdi Şahmurada. Şahmurad topun çıxmağa qoymur. Nə edəcək? Uzun bir pas qəbul edir Fərid. Fərid sata biləcəkmi? Yox.
Top Fəriddən tərk edir meydanı. Görədir komandasındadır. Tələsmirlər. Hesab da öndədirlər. Vaxtın bitməyinə də 5 dəqiqə qalıb. Topu uzaqlaşdırır. Şahmuraddan topu uğurladılar. Namiqdən geriyə pas. Neymət. Baxır, tələsmir. Zərbəsi! Əlağa! Bir əli ilə gözəl seyv edir. Zərbə də həqiqətən qüvvətli alınmışdı. Mahir pasını verdi zərbə. Əlağadan yenə seyv. Əlağa nə etsin axı Bez komandasına? Bez komandası qol vurmalıdır ki, hesab bərabərləşsin. Əlağa əlindən gələn edir qapıda. Neymət geriyə pas. Gözəl sıyrıldı. Pası keçmədi, amma top yenə də komandasında qalır. Rəvan. Uzun bir pas. Heç kim yoxdur. Qapçıya gəlir Əlağaya. Qaptan Siyavuş. Uzun bir pas. Fərid. Pasını gözəl verdi Rəfailə. Rəfaildən pas. Müdafiədə Cavid gözəl oynayır. Qeyd edim ki, Cavid həqiqətən də bu gün müdafiədə çox gözəl çıxış edib. Siyavuşdan pas. Ferahim zərbə görəcəkmi? Önünü bağlayıblar. Pas da keçmir. Həqiqətən də Görədir komandasında Mahir, Neymət, müdafiədə Cavid, qapıda Rəvan, hamısı gözəl oynayır. Rəfailin zərbəsi dəqiq olmadı. Rəvan topu yerinə yetirəcək. Rəvandan pas Neymətə. Mahir. Mahirin zərbəsi Şahmuraddan blok. Qüvvətli zərbə idi. Təhlükəli ola bilərdi. Qarşısını alır Şahmurad. Mahirdən geriyə pas. Namiq. Zərbəsi Ağa yerində idi. Şahmurad topu qəbul edir. Pasını da verdi. Ceyhun irəliləyir. Zərbəsi yan keçir. Görədir komandası tələsmir. Fərid Məmmədov hamısını nəzərə alır. Uzun bir pas. Şahmurad Çovud oynadı. Neymət Namiqi qabağa səslədi. Yanında da müdafiəçi Cavid var. Zərbə görəcəyimi? Qüvvətli zərbə dəqiq olmadı. Əlağa tələsir. Şahmurada pasını verdi. Şahmuraddan geriyə pas bir daha Sənan. Sənan nə edəcək? Pasını verdi Rəfail. Pasını verdilər. Sənanın pası. Zərbə! Orxan idi bu. Az qalsın. Sevindirəcəkdi komandasını. Gözəl paslaşmalar gördük Bez komandasından. Mahir geri oynayır. Namik. Uzun bir pas. Müdafiədə gözəl oynayır Sənan. Yerdə qalan oyunçu var. Bəli, Fərid Məmmədov cərimə bildirir. Artıq neçənci dəfədir ki, Bez komandası kobudluq edir. İnşallah ki, zədə yoxdur. Bəli, qalxır ayağa. Neymət idi bu. Topun başında Mahirdir. Mahirin qüvvətli zərbələri var. Pas da verə bilərlər. Baxaq, necə olacaq, nə düşünür. Pasını verdi, amma keçmədi. Önünə gəlir oyunçunun, zərbə vura bilmir. Birbaşa zərbə Əlağadan seyv. Həqiqətən Əlağa və Rəvan hər iki qapçı
qapısında gözəl oynayır. Boşuna deməyiblər. Qapıcı komandanın yarısıdır. Arapası keçmədi, tələsmir. Görədir komandası. Artıq vaxtın bitməyinə çox az qalıb. Mən deyərdim 1 dəqiqə qalıb. Gözəl oynayır müdafiədə. Bırak yedin. Ceyhunla oynadı Sənan. Ceyhundan geriyə pas Rafail. Tələsməlidirlər. Vaxtın bitməyinə çox az qalıb. Fera pasını verdi. Ceyhun. Ceyhun pasını verdi Sənana. Sənanın önü boşdur. Zərbə görəcəkmi? Ferahim. Ferahim itirməli deyil. Son atak ola bilər bu. Ceyhun. Pasını verdi Ferahim. Gözə ara pası Orxan. Çönə biləcəkmi? Cinahı dəyişdilər Rafail. Zərbəsi Rəvan. Və toxunuş var idi. Bəli, 2-dən zərbə. Son atak deyərdim buna mən. Hesab bərabərləşə biləcəkmi? Hava topu. Uzaqlaşdırırlar topu. Mahir irəliləyir. Və out. Sənan topu uzaqlaşdırdı. 1 dəqiqə bildirir Fərdi Məmmədov. Görədir komandası tələsməli deyil. Neymət geriyə oynayır. Uzun bir pas qapıcı. Pas deyildi bu, zərbə idi qeyd edim. Qapıcı əlaqa yerində idi. Keçdi Ceyhun. Önü boşdur. Qapıcı Rəvan hara gəlmişdi və Fərid Məmmədov gördü onun xəttdən bayırda topuna toxunuşunu və Salih vərəqə verir. Cərimə zərbəsi. Çox maraqlı anlar gedir həqiqətən də. Sonuncu atak bildirir Fərid Məmmədov. Əgər atak qolla bitməsə fit görəcək və ikinci time bununla da bitəcək. Görədir komandası qələbə qazana biləcəkmi, yoxsa BES komandası hesabı bərabərləşdirəcək. Baxaq necə olacaq. Məncə Görədir komandası 3 xalı götürəcək bu gün. Pasını verdi və itirdilər və bununla da Görədir komandası qalib gəlir, 3 qələbəsini alır. Hesab 2-1 bitir. Şərtiniz mən, Mirceyhun, Mənsumov idi. Sağ olun. B qrupunun son oyunu da bununla bitdi.